Sizcə Doğru. bu Türkiyənin indiki gərgin bu geopolitik şərtlərdə sağ göstərib sol vurmasıdırmı? Yoxsa Türkiyədəki bir sıra qüvvələrin məhz hakimiyyətin çox doğru qərarlarına rəğmən cəmiyyəti fərqli istiqamətə yönləndirmək cəhdidirmi? Necə qiymətləndirirsiniz bunu? Türkiye iktidarı ideolojik bir iktidardır. Bunu bir yere yazaq. Yani yumuşaqdır, qalstukludur, filandır, başına əmmamə qoymur, ama ideolojik. Xüsusən də Türkiye'nin iki partiyası bu hakimiyet ne deyirik? O tərəfdar MHP'nin de ortakları son illerde bu polietnik demek çünkü ülkelerin hamısı polietnikti zaten. Çok milletli bir devlet Türkiye o imajı ve yaxud da onu değiştirme istiqamətində gördükleri adımlar da elbette ki bizi de bu Türkiye Cumhuriyeti haricinde yaşayan Türkleri de narahat eləyir. Bunu dile de getirirler. Elbette ki biz Türkiye'de giden prosesleri Türkiye'nin sərhədləri haricinde izleyirik ve Türkiye'de yaşayanlar bizden yaxşı bilir. Ama görünen budur. Məntiq budur yani. Niye? İran demirəm dünən, demirəm sırağa gün 10 illərlə anti-Türk siyasəti yeridir. Genel olarak değil. Türkiye Cumhuriyeti əleyhinə siyaset yeridir ama o adamlar deyirlər ki, yox, amandır İran İslam Cumhuriyeti zəifləməsi. Yəni bu İsrailə qarşı bir mövqedirmi, Amerikaya qarşı mövqedirmi? Gəlirəm ona. Bir İranla qutaraq. Buyurun. Yani İran İslam Cumhuriyeti'nin zayıflaması benim düşünceme göre Türkiye Cumhuriyeti devletine de bazı şanslar yaradır. Bu bir yana lazım. İki, bazı tehlikeler de yaradır, tehditler de yaradır. Doğrudur. Ama tekrar olarak değil. Axı bu olacak. Bu eğer olacaksa yani bakın Amerika, onun yanında da İsrail bugün çok uğurlu, benim düşünceme göre uğurlu bir ameliyat yaparlar. Öyle mi? Ve bu savaşın sonunda onların güçlenmesi, özellikle bu İsrail devletinin güçlenmesi mümkün. Ne edeceksen? O zaman dua eləməkdənsə bu önlendirici tedbirler almak zorundasın. Mesela bu arada Aygün Hanım, o da çok dile getirilmiş. Çok önemli meselelerden birisi de odur ki, yadınıza gelirse Trump bu Kürt liderlerini zəngelediğini ve onlarla danıştığını dedi. Sonra dedi ki biz onlara silah vermişik. Onlar da silahı mənimsədilər. Bu üsyançılar gelecek, yani orada iş görecek insanlara değil, özləri mənimsədilər falan dedi. Ve fikir verin, bu Kürtlerin əməliyyatları başlamadı. Niye başlamadı? Benim düşünceme göre ve hatta benim aldığım dolaylı məlumatlara göre Türkiye'nin etirazı. Ki eğer Kürtler orada bu aktif bir tahribat işine başlasalar, o zaman Amerika'nın o Türkiye Cumhuriyeti ile münasebetlerinin çok büyük hale gelecek diye bir telginde bulundular. Bunu değil. Amerika bunu istəyirdi. Sadəcə Kürdlər mənə elə gəlir bölgədə Türkiyənin Kürt terroruna qarşı davranışlarını görüb geri durdular. Toza döndərdi Türkiyə ordusu, yəni onların bütün Türkiyə və çevrəsindəki Suriye'dakiler mı deyirsiniz? Bəli, məntəqələrini və bu İranda baş verməyəcəkdimi? Təbii ki, verəcəkdir. Çünki növbəti mərhələ üçün prosesi Türkiyənin içərisində keçirtməyi düşünürdülər. Şüphesiz yani o Suriye'de Amerika'nın Kürtlerin arkasından çekilmeyi bunlara çok ağır təsir etti. Hatta bəziləri dediler ki bu bir xəyanət idi. Biz daha müttəfiq gözünden baxmırıq vesaire. Ama benim düşünceme göre bunların Suriye'de aldıkları bu mərhələ için çok büyük bir kazançtır. Suriye'nin 1/3 değil, deyək ki 1/10 belə nezaret etmiş olsalar, Türkiye'deki o kanalların təbliğatına bakmayın.
onda birini aldı mı? Statüsünü aldı mı? Kürt azınlığı. Öz adını aldı mı? Bu çok büyük bir adım Suriye'de. Ve Amerika dedi ki bu merhalede size yeterlidir. Bundan gani olun ama bu taraf bunu istemedi. Yani bundan gani olmadığını bildirdi. Yani Üste deyirsiniz gel, ki Suriye'de orada ikinci elbette çok Erbil mesele yaranıb var. hocam. Suriye'de başa düşmədim bir de lütfen. İkinci Erbil yani yaranıb. Elbette. 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 O miqyasda değil. O ölçüde değil. Sonra bunların o neft kaynaklarına nezaret meselesi vardı. Arzularındaydılar. Deyək ki, Şimali Irak'taki o Kürt muhtariyatının elde elədiyi statusa da sahip olmadılar ve o rezervlere de o kaynaklara da sahip olmadılar. Ama siyasi bakımdan yani deyək ki, bak bu Əsad rejimi dövründə Kürtləri bir etnik birliği olarak tanımırdılar. Onlara hiçbir hüquq vermirlər, pasport belə vermirlər. Elə mi? Ama bugün artık Şara hökumətindən onların müqaviləsində bunlar təsbit olundu. Bu onların qazanç hissəsidir. Arzu elədikləri səviyyədə değil, şüphesiz. Onların arzusu çok Ama büyüdü. faktora çevrilir. Arzusu Dəclə, Fırat'tı, Dəclədir. Fırat'ın o doğu tərəfində ki o 1/3 o əraziyə sahip olmak, kontrol altına almak istəyirdi ama olmadı. Yani bu Amerika ile münasibətləri de elə buna göre biraz soyudu. Bu İran Kürdistan Demokrat Partiyasının sədri danıştı. Videosu var, internette dolaşır. O iradlarını bildirdi. Dedi ki bizi itələyirlər qabağa ama arkamızda durma fikirləri də yoxdur. Yani aradaki o ziddiyyətləri de gösteren bir neçə fikir dedi belə. Yani İsrail'den Amerika'nı nəzərdə tuturdu da, değil mi? Bəli. İndi gələk bir məsələyə dedik ki, müxtəlif münasibət var. Müxtəlif dünya görüşlərinə, fərqli dünya görüşlərinə və fərqli belə deyək bu hətta etnik mənsubiyyətdən filandan asılı olaraq. Ama bence en doğrusu, en legitim olanı, meşru olanı Azerbaycan Cumhuriyeti'nin bu maraqları baxımından meseleye yanaşmaqdır. Eğer elə biz yanaşma olsa, onda İran bizim için nedir sualına cevap vermək. İran bizim için dost devlet değil. Onun deyək ki prezidenti Doktor Pezeşkiyan Türkçü olup hatta belə deyək ki, mən Türkiyə və Türklüyümlə fəxr edirəm deyə bilər. Eyvallah, bu onun o xanasına yazılan müsbət bir məsələdir. Amma bu İran İslam Cumhuriyeti Devleti'nin karakterini, mahiyetini değiştirecek bir amil değil. Hatta biraz da bizim dostlarımız deyirlər ki, bak gördünüz mü biz deyirdik ki Pezeşkiyan heç nə eləyə bilməyəcək. Biz de deyirdik ki olabilsin heç nə eləyə bilməyəcək ama elədiyini elədi. Neyse bu artık keçib bundan sonra da olabilir. Pezeşkiyan meselesi hələ gündəmdədir. Hələ son sözü demeyip bizim için İran İslam Cumhuriyeti'ne dost devlet değil. Bir Azerbaycan Respublikasının müstakil varlığını kabul etmeyen bir devlettir. Ve defalarla bize demiş ki onların isteklerine uygun olarak biz de bağımsızlığımızdan filandan vazgeçesi değil. Çünkü yüzillerle bunun arzusunda olmuşuk ve ziddiyet de aslında bundan yaranır. Eğer Pakistan gibi arada bir devlet olsaydı belki de buna gözle yumarlar. Ama orada bir məzlum Azerbaycan var. İstedi istemedi. Bugün deyək ki bütün Azerbaycan o idealını tənqid eləyənlər belə onu göz önüne almak zorundadır. Oradaki o bizim soydaşların məzlum vəziyyəti, bizim vətənimizin böyük bir hissəsinin orada məzlum vəziyyətdə olması burada təsir edir. Ondan yan keçmək, ondan qaçmaq mümkün değil. Ve bu arada İran İslam Cumhuriyeti məsum devletli yoksa yok. Bəzi adamlar deyirlər, ne istirsiniz bu yazıqlar neynirdiler? Yazıqlar 47 ildir, dırnaq arası yazıq deyil, təbii
təbii. Bəli. Bu savaş elan edir. Hər həftə, hər cümə günü rəsmi şəxslər, bu çox önəmlidir, altını çizərək deyirəm, rəsmi şəxslərin Amerikaya ölüm, biz Amerikanı məhv edəcəyik, İsraili biz dənizə tökəcəyik filan deyirlər. Buna da kazus belli deyilir. Bu beynəlxalq hüquqda bunun adı kazus bellidir. 47 il. Üstə gəl, bu deməli dövlətləri aradan götürməyə özünün o strateji xətti hesab edən bir dövlətin nüvə silahına sahib olması şübhəsiz ki, onları bir hərəkət etməyə vadar edir. Lap açıq danışır. Azərbaycan Cumhuriyyətinin elə gücü yoxdur. Amma fərqindədir. Bu rejimin nüvə silahına sahib olması Azərbaycan üçün də bir təhdid. Türkiyə üçün də bir təhdid. Körfəzin ərəb ölkələri və hamı üçün, əslində bütün dünya üçün bir təhdiddir və bu təhdidi göz önünə alaraq onlar bu savaşı başladılar.